Və o Sibirdə bir xatirəmiz vardı səndən. İlk dəfə 300-ü vurduğun yer. Buranı kəsərsiz. Niyə? Qaracemli adamda bugün sizə elə bir maraqlı kontent ilə gəlmişik ki, bugün çox maraqlı qonağımız var. Hazırsınızsa getdik. Bugün sizə bax belə bir maraqlı bir səhnə təqdim eləyəcəm. Burada bir dənə gördüyünüz Hayabusamız var, burada bir dənə Harley'imiz var və arkada isə bunları idarə eləyən bir nəfərin bütün ekipmanı var. Sanki burada mən bir mağaza açmışam. Mağazada satılan hər şey var. Hazırsınızsa qonağımızı dəvət edirəm. Elçin bəy, xoş gəlmisiniz. Xoş gördük. Necəsiz? Xoş gəlmisiniz. Allah yaxşı olsun. Elçin bəy bu motosikletləri, fərqli zövqlərdə olan motosikletləri idarə eləyir. Biz bugün bu videonu çəkməkdə məqsədimiz odur ki, insanlar düşünməsin ki, sport sürən heç vaxt Harley sürmür, klasik sürən sport sürmür. Elçin bəy Bakıda tək-tük tanıdığım adamlardan biridir ki, hər ikisini idarə eləyir və hər ikisindən də yetərincə zövq alır. Qardaş, necə başladın bu? Hardan düşdün bu eşqə? Açığı deyim, birinci hamıya salam olsun. Çox sağ ol, dəvət eləmişsən. Açığı özümə də maraqlı kontentdir. İnşallah ümid edirəm ki, çox gözəldir. İnşallah tutar layiqdən. İnşallah nəsə olur. Başlamaq dediyin adrenalin tutkusu ilə yanan adamam mən. Sadəcə ta gənc yaşlarımdan biraz aqressiv avtomobil idarə elədiyimə görə biraz çəkinmişəm ki, yox, motosikl mənim üçün daha təhlükəli olar. Ona görə bəlli bir yaşda da valideynlərdən asıllıq və evin tək övladı və s. bunlar biraz düşüncə ilə yanaşmaq. Bilməm, bir anda artıq ailə sahibi olanda, övlad sahibi olanda daha riskli vaxtlarda qərar verdim ki, Dedim ki, bəsdir, nə olsa gedirəm. mən motosikl sürməliyəm. Bir anda da başladım dərslərə, internetdən rastıma çıxdı, gördüm, araşdırdım. Və bir dostum da var idi, o da məsləhət gördü, elə sənin mobil nömrəni vermişdi, əlaqə saxladım. Hələ indiyənə qədər yadımdadır, mənim bir xarici səfərim var idi. Zəng elədim, sən dedin ki, nə vaxt istəyirsən başlayaq, mən dedim bir səfərim var, gedim ora gəlim, gələn günün səhəri gəlirəm dərsə. Mən oturdum, onunla getdim, orada onu yazdırdım. Yox, o qədər deyil. Ondan sonra başladıq dərslərə, mütəmadi olaraq. O vaxtı yadımda deyil, səhv eləmirəmsə, o premium paketi, VIP paketi nədirsə, ondan 3-cü dərs idi, artıq mən bayk məsələni çözmüşdüm. Onda belə seçimdə özümə dedim ki, sport bayk yox, o təhlükəlidir, klasika ilə başladım. Təhlükəlidir. Ən axıra saxladı ki, Hayabusa alsın. 1300 kub sürəcəm. Ən axıra saxladı. Yaxşı, bax, harada görmüsən? Məsələn, ilk dəfə motosikleti görüb demisən ki, oyda. Məsəl üçün, bax, harada olub öyle bir şey? Uşaqlıqdan ən belə bacaracağın, ən balaca yaşdan mən başlamışam velosiped sürməyə. Və çox çılğın velosiped sürmüşəm. Hələ də sürürəm. O velosiped hamını zibilə salıb. Onun bir motorlusunu görəndə dedim ki, bu mənə lazımdır da mütləq. Amma ki, o qorxulu tərəfi, risk tərəfi və s. həm də ki, yenə deyirəm, yaş həddi və s. evdən asılılıq. Ona görə bunu biraz gecikdirə gətirib bəlli bir vaxtdan sonra qərar verdik ki, başlayaq. İndi bu günə gəlmək üçün sən çox əziyyət çəkmisən də. Yəni müəyyən şeylər var ki, onları eləmisən. Etap mənə de. Bugün bir nəfər ki, mən gəlirəm, deyirəm ki, oy, dana bomba motosikletdir, mən də bundan alacağam. Nədən başlamalıyam? İlkin olaraq başlamaq üçün aşağı kubdan başlamaq lazımdır. Ən vacib olan, indi demirəm mən 15 ilin, 30 ilin, nə bilim, baykeri deyiləm. Ən vacib olan birinci yaxşı təlimdir. Təlimdə mütləq qaydada özün hiss eləməlisən ki, sən həqiqətən də hazırsan. Artıq sən hər şeyə hakimsən. Yəni bu texnikaya hakimsən. Düzdür, mən bir dəfiyə 1300 özü də kiçik kubdan başlayıb, 1300 kubdan başlayıb. Onu necə aldın? O necə gəldi? 1300 kub. Yox, mən nəyin cəsarəti idi ki, nəyə güvəndin? Yox, mən gəldim, təlimə başladım. 3-cü dərsdə 10300 kub keçdi. Bax belə indiyənə qədər yanımdadır. Qarajdan çıxıb belə qarşımdan keçdi.
O belə elektrik aldıq bir-birimizdən. O Dedim şəklini ki, qoyarsan bu- bura Honda VT 1300. Hə, dedim ki, yox, bu mənimdir. Bu mənim olmalıdır. Mən bir könüldən Qara min rəngdə. könüllə ona aşiq oldum Qara həmin rəng. anda. Qara xrom işləmələrlə. hə. Yəni çox gözəl bayk. İndiyənə qədər də nə qədər bayk sürsəm, o baykın öz yeri var. Öz yeri. Yəni olsa kimsə hədiyyə eləsə götürərəm. Üçüncü bayk kimi sürmək olar. Elçin oğludur. Bax, pırıldadır. Bax, diqqət, zoomla onu, zoomla. Aha, Tahir. Tutmuşuq aha. ona bax. Öyle bilir ki biz onu görmürük. Öyle bir uzaqdadır, öyle görmürük. Geyim məsələsində indiyənə qədər yadımdadır. Sağ olsun Toğrul gedən kimi əsas o məhsulunu satmaqdır da. Buradan Toğrula Sonra salam sən deyə. girirsən 5000 manat getdi. Toğrul təbii ki zarafatdır, Təbii ki, amma hər zarafatdır. zarafatda bir həqiqət olur da. O da var. Ya bundan qabaq videomuzun 1000 manat büdcə ilə getdi. Toru bir də belə deyir, kaska verirəm. Mən də kaskı aldım, gəldim. Open face kask almışdım. 1000 Gələn manat. kimi sən dedin ki, bununla bu kaskın nə mahiyyəti var? Hə, bir də çənəsi open açıq. belə kask. bir şey alıb, amma daha da ucuz variantda. Yəni bu kaskın çənəsi yoxdur da. Düzdür, bu taxılır, amma təzə başlayan bir adam bundan istifadə eləməməlidir. Gələn kimi birinci sözüm oldu ki, apar bunu qaytar. Yığdım Toğrula yığdım mən orada, yoxsa yığmadım. Nəsə dedim. Sənə dedim. Yo, elə dərhal qaytardı. Dərhal qaytardıq Bu da bu dala. kaskı götürdü. Elə To- ilk kaskımdır buradadır. Toğrul məndən sonra küstü ki, niyə mən bazarımı öldürürsən də, satmışdım da. Hə, bu ilk kaskımdır. Geyimlərə daha detallı keçəcəyik. Ondan sonra VT-dən sonra nə stilinə yönəldi, necə oldu? Valla VT-ni sürə-sürə bir anda bilmirəm necəsə o yenə də akazvaysa orada yer var imiş biraz. Aşiq olmaq üçün bir dənə də Honda CBR gördüm. Mən ağ rəngi sevdiyim üçün gözəl. Honda CBR-ı gördüm. CBR da həqiqətən çox gözəldir Onda günü bugündə. 2012-nin CBR idi deyəsən. Şəklini qoyarsın yuxarı, izləyicilər görsün onda. Ağ rəngdə CBR qarajdan çıxardırıq, elçində təlimdə sürücü maçı. Mən də oradaydım. CBR çıxdı, CBR çıxan kimi bütün təlim mərkəzinin fokusu getdi. O zamanlar söhbət elədiyimiz vaxtlarda belə bayklar gətirə bilmirdik, ala bilmirdik, satışı yox idi. İkinci əllər içəridə əl dəyişirdi də. 5 dənə bayk var, dəyişirdi. Və o CBR-də bir xatirəmiz vardı səndən. İlk dəfə 300-ü vurduğun yer. Buranı kəsərsiz. Niyə? Hə, oldu. 310 cərməsi yoxdur. Saat 5. Deməli Şamaxıya gedirik. Bir qrup var, bir qrup aparmışam. Treneram, tələbələrdən ibarət bir qrupla getmişik Şamaxıda sürüşə. Hətta uşaqların praktikası artsın, uzaq yol təcrübəmiz olsun. Nəsə bir nəfər mən gedirəm burdadır. Burdadır. Hörmətdən keçmir də müəllimin, deyir ki, indi müəllimi keçmir. Mən demirəm. O üçün bir-iki mən bunu dartıram, bu gəlir də, bu gəlir. Ay, ha güzgüyə elə baxıram, görürəm ki, arxamdadır. 200 nə bilim 90-larda filan çək əlimlə bellərini çəkdim qırağa, keş get yaxşı da ki. Gəldi yanımdan vızıltı ilə CBR-la nətər keçdi. Onda mənim bir fəxarət hissim də var idi. Dedim ay bax, nətər oldu. Qardaşız da orada duyğulandı elədi. İndi onlar deməyək. Elçin bəy. Bəli. Bu nədir? Bu nədir? Yəni nə əlaqədə başa düşdün necə? Niyə də? Bunun arasında yeganə əlaqə mənəm. Heç bir əlaqə yox. Heç bir əlaqəsi yoxdur texniki olaraq. Bu belə deyim də, sport sevirsənsə, eyni zamanda da komfort istəyirsənsə, ki mən komfort sürüş istəyirəm. Çox da belim ağrımasın, çox da yorulmayım, biraz daha geniş, daha yumşaq, rahat, yol tutumu və s. aerodinamikası belə deyək də, sən super sport baykda gedəndə daha çox külək görərsən, nəinki Hayabusa'da. O üstün cəhəti və geniş olmağı, istəsən sərnişin götürmək üçün də hər tərəfdən. Bu elə bil ki, belə deyək də, sən S-klass sürürsən, komfortun var. Amma bu 6-3 AMC-dir. İstəyəndə qaz versən, o deyir ki, güc daimi əlimin altında. Lazımdırsa bir də görürsən də olur kimsə deyir ki, şimdi bu Hayabusa'da deyirsən ki, yox qardaşım, elə deyil. Bax qorxmadın bunu alanda, düşünmədin ki, Hayabusa zat, ay qardaş, cəmaət Hayabusa'dan qorxur. Adından qorxurlar da bunun ki, ay dəli maçıq etdi. Valla ətrafımda olan bu bayk sürməyi öyrənən adamların 90%-dən fərqli olaraq özün də görmüsən, həmişə şkolada gələndə tanış adam da görəndə
gördüyüm ilk həmlədə xahiş edib baykını alıb sürürəm. Mən baykını kiminsə götürüb Bezdi, sürməkdən buradaydı çəkinmirəm. qardaş da, hamının. Ha, mən bütün Aprilia olsun, Ducati olsun, nə bilim Suzuki, Kawasaki, o istənilən streeti olsun, nə bilim sport olsun, sürməkdən Bir dənə çəkinmirəm. Hayabusa sürmədən aldın da ona. Yox, sürdüm. Eminlə o Hayabusanı özdə indiyənə qədər yadımdadır. Birinci dəfə Atilaydan, bu Samaniyanın prezidenti Atilaydan götürdüm Hayabusanı. Gecə saat 1 idi. Hüseyn Cavid Parkın yanında. Bir kruk parkın başına fırlandım. Dedim ki, bu odur. Hər şey özündə cəmləşdirən. Sürət var, agresiya var, komfort var, samballıdır, rahatdır. Dedim ki, bu mənlikdir. Bir də görünüş də oldu da, görünüş də oldu. Okey. Harley hardan çıxdı yəni? Bu var idi da, dediyim bütün funksionallığı saydım burada. Yəni bu Harley hardan çıxdı? Nə gəldim fikrə ki, bunu da alım. Valla onun verdiyini bu verə bilmir. Bunun verdiyini o verə bilmir. Nə verənmir də, bax nə verənmir. Bunda olan rahatlıq, genişlik, heç bir zərrə qədər fikir eləmirsən ki, mən rayona çıxıram, belimə çanta alım, bura cibli alım, telefonumu qoyacağam, ayda qarajın açarını. Bagajlar nə qədər istəsən, sağ-sol bagajlar. Su qabı. Su qabı. Çayı qoyursan. Yəni mən belə deyim də, ailəli adam üçün bununla çıxıb harasa getmək zülümdür, iş deyil. İş deyil. Biz Azərbaycanlıyıq da, iş deyil. Rahat. Bununla amma sən istəsən bir nəfəsə qazağa da sürə bilərsən, çox rahat və zərrə qədər səni yormayacaq. Bu adrenalindir. Sən istəyirsənsə ki, o içindəki bütün o agresiya, adrenalin onu çıxardasan, onda buna oturursan. Yox, əgər prosta gəzməksən və getdiyin yerdə mənzərəni görmək istəyirsənsə, görə bilmirsən də. Hə, burada heç nə görə bilmirsən. Məsələn, Qəbələnin bütün meşə boyu keçərsən, deyərsən ki, orada cəmi 3 dənə ağac var idi. Əgər görmüsənsə. Mənfi cəhəti nədir, müsbət cəhəti nədir? Yeni başlayan adam bunların heç birini almasın. Yəni bu tipdə mesela sportun 300 kubu da narahatdır da, dərinə gedəndə 500 kubu da narahatdır. Yəni mən klass olaraq deyirəm da, təbii ki, yeni başlayan bir adam gəlib Hayabusa almasın. Alırsa da gəlsin birinci qəşəng öyrədək, sonra da gəlib küçədə bazarda, oyuncaq deyil də. Adamı belə. Bunun belə deyim də, bunun əgər sürürsənsə, istər-istəməz səs sistemi, zavod səs sistemi yox, sonradan quraşdırılan səs sistemi ki, hansı ki sən istəyirsən ki, o sürüşdən həzz alasan, o səs sistemi olmalıdır. Onu da sən şəhərdə sürə bilmirsən. Sürə bilmirsən. Ən böyük mənfi cəhəti ondan ibarətdir. Bunun belə deyim, sport sürəcəksən və komfort da istəyirsənsə, bir mənalı Hayabusa deyirəm, həm görünüş olaraq, buna ZX-14-ü də misal çəkmək olar, amma o bu deyil. ZX-14-ə baxırsan sanki 80-ci illərdə qalıb. Dizayn olaraq, hə. Dizaynına, gözəlliyindən daha gözəldir. Bu bir, ikincisi də ki, ehtiyat hissələri çox ucuzdur, əl çatandır, özü də ucuzdur. Dözümlü maşın. Dözümlülüyünə də söz ola bilməz. Brendlərdən biridir. Bu Harley-in nə mənfi müsbət xüsusiyyətləri var, hansı alaq yoxsa almayaq? Harley-nin mənfi müsbət cəhətləri, bunun mənfi yeganə cəhəti sən harda yora bilər, hansı ki sən girərsən tıxaca. Tıxacda bu öz qabaritlərinə görə, ölçüsünə görə hansısa məqamda bir balaca səni narahat eləyə bilər. Çünki sən alternativ deyək ki, başqa bir motosikl sürə bilirsənsə. Bunun özündə ən müsbət cəhətdən biri, deyək ki, sən adi musiqi dinləmək istəyirsən, naushnik taxırsan, ay deyirlər bu Harman Kardon'dır, bu nə bilim filan sistemdir, JBL-dir, nə boş şeydir. Boş şeydir. Yəni bunun özünün zavod istehsalı var. Onu da bir balaca belə deyə upgrade edirsən, stage 2 edirsən, olur yüksək səviyyədə istəsən nümunə. Səsinə qulaq asın. Qoş bir dənə mahnı. Qoş bir dənə açıq hava konserti. Gəl. Obi Trice, real name, no gimmicks. Two trailer park girls go round the outside, round the outside, round the outside. Sən bundan rahat ol, rahat ol. Two trailer park girls go round the outside, round the outside, round the outside. Bir də bu kainatdır. Bax gözümə su ver. Bax gözümə su ver. Cəmaatın balası nələr eləyir, bax. Bır, bax. Cəmaat nələr eləyir, sən nə eləyirsən? Səs rubrikamız var, ölürlər səs üçün. İndi sizin üçün motosikletlərin xodlayıcı səslərinə baxacaq. İşə sal, getdik. Bu yaxşıdır, yormur. Bu yaxşıdır, yormur. Amma indi biraz qaz verək, görək nə göstər, gəl.
Aralı tuturam abi, 1 metr yuxarıdan tuturam. Motosiklet elə bir yorulub, elə, ay. Motosikleti yorubsan, elə bil. Yorulmuyor. Motosiklet elə bir də istəyir ki, yana qaqaş, boşa mənə qaz vermə. Otur sənə göstərim nətər olur. İndi hamıza maraqlı bu deyil, bilirəm. Hamıza maraqlı budur. İndi bunu işə sal. Hamıza maraqlı budur, mən bilirəm. İzləyicimi tanıyıram mən. Sakit. Sakitləş. Əsəbləşmirsən, çəkiliş var. Sənə söz atmırdı o. Qaqa, Yusufə gəl bir dənə. Hamı baxacaq ha. Bax. Akıl danışdığımı eşitiblər. Qardaş, bu nədir? Bu nədir qardaş, başıma dönüm. Bu boyda paltar mı olar? Belə deyim Fariz, elə təlimə gələn ilk gündən özün də deyimsən, digər müəllimlər də həmişə deyib ki, birinci növbədə sənin mototsikldan daha önəmli olan ən birinci təhlükəsizliyidir. Onu da bizi təmin edən yeganə vasitə geyimdir. Geyim və sonra sənin özünün ağıllı sürüşün. Mən belə əlcək deməmişəm, alsın. Bu nədir? Bu əlcəyi mənə bir qardaş pay verib. Yəni var. Bizdə var. Varımızdır. Yaxşı, nədən başlayaq? Niyə 3 dənə kask alıbsan qardaş? Bunun biri bəs eləmir sənə? Bu mənim ilk kaskımdır. Bu İlk göz ağrındır. ilk kaskımdır və bununla dolu çox böyük xatirələrim var. Hansı ki, mən nə qədər ehtiyat eləyirdim, nə qədər sürəndə belə deyim də, hər anı belə düşünürdüm ki, Acaba nədir bu? bu vallahi heç desəm bilmirəm. Toğrulun bizə GP pista adı altında satdığı hər hansısa bir acevedir. Adi bir sıradan bir bir acevedir, amma biz onu alanda elə bilmirdik. Başında nəsə kask olsun da, yəni mütləq. Yaxşı. Nə sür, bunu məsələn sürəndə nə geyinirsən? Bax, gəl belə danışaq da. Sürüşlərdə var, biz kofe şopa gedirik, şəhərin içində sürürük, misal üçün. Və ya hansı işimizi aşırırıq. O zaman geyindiyimiz geyim başqadır. Yayda başqadır, qışda başqadır. Var, biz uzaq yola gedirik, aqressiv sürüş olur, orada başqadır. Şəhər içində, misal üçün, gedirsən bir dənə çörək almağa. Amma motosikletlə gedirsən. Nə geyinirsən? Qısa məsafə üçün gedirəmsə, Hansı ilə getsən? Məsələn, qısa botla, sportla, yoxsa klassik? söhbət sportdan gedirsə, sportdan danışaq, qısa bot. Bu gündəlik geyiniləsi, Qısa bot, yüngül, şəhər içi. Brendlərin adlarını verməyək, prosta bax belə bir şeydir, qoruyuculu, yüksək sertifikatlara sahib bir ayaqqabı. Okey. Aşağıdan yuxarı başlayaq, ayaqqabını geyindik. Aha. Bu adətən yüngül əlcək qısa məsafədə geyinmək üçün daha çox açıq havalarda. Burada indi göstərə bilmirəm. Cins şalvarın dizliyindən, bir də bu omba hissəsindən xüsusi silikonlar var ki, içəridən taxılır, yuyulanda çıxartmaq üçün. Çıxarıb taxmağa. Bu şəhər yürüşündə, qısa məsafəli yürüşlərdə geyinəcəyin cinsdir. Onu həm sportda da geyinirəm, həm klassikada da geyinirəm. Rahat şalvarlı. Mən həmişə deyirəm ki, geyim alanda elə geyim alın ki, onu həqiqətən geyinə biləsən, yəni sevəsən. Adam var, gedir 3000-lik kurtka alır, amma kurtkanı bir dəfə də geyinmir. Elə geyim almaq lazımdır ki, sən bunu sevə-sevə geyinəsən. Yəni geyinməsi də rahat olsun, çatması da rahat olsun. Yaxşı, əlcəyin şalvarı bildik. Okeydir. Bəs həmişə dəri kurtka, cəmaət həmişə nə sual verir. Qardaş, yayda bu dəri kurtka öldürər bizi. Məsələn, nə var məsəl üçün? Yay üçün, yayda geyinmək üçün dəri kurtka vacib deyil. Onu belə deyək də, qorumalarla əvəzləyəcək, hava buraxacaq. Burada iki cür nümunə var. Biri altda, biri üstdə, hansı ki çiynində də qoruması var. Bu sertifikat həm də. Bəli. Yay üçün. Bəli, yay üçün. Gündəlik geyinə biləcək, rahat geyinib, rahat soyuna biləcək bir şeydir. Burada qaqavuz dizini yerə sürtüb, belə söhbət verir, bax. Bax, qoyarsınız Instagram sayfasınıza göstərər, bax. Bu da yəni böyle bir nəticədir. Kommentlərdə yazarsınız, Lagonda ilə eləyirdi. Lagonda eləyir. Asfalta sürür, o gün mən gördüm. Sürtürdü asfaltı əli ilə. Yaxşı,
Uzaq yolda şalvarı geyindin. Bot nə geyinirsən uzaq yolda? Burada bax belə Uzaq böyük yolda- botlarımız. Mən də bilirəm, bu şeyləri sizə görə sual verirəm, bilmədim. Valla biz Uzaq yolda burada iki variantdır. Biri var ki, sənin geyindiyin tulumun, bu şalvarın üstünə keçəcək, yoxsa içinə keçəcək. Arxam razmeri nədir? 41-42 adətən. Yox, hə? Yox, 42. Özümə nəsə fırlatmağa çalışıram. Ha, kısaca 43'tü bu. Bu da bizim Bu yoldan 43'tür. bir xatirəmizdir. Agusta'nın quluşiteli yandırıb sağ olsun. Bax indi sən düşün ki, adi ayaqqabı ayağında var. Bu sənin dərin idi artıq. Dərin ucu ərimişdi, yox idi. Bax. Biz deyəndə elə bilirsiniz ki, cəmaət bizə bunu satan mənə faiz vermir. Mənə heç bir faiz vermir. Biz burada Uzaq yola bu botlar mütləqdir, mütləq qaydada. Çünki Allah eləməsin, yıxıldın elədin bu hissənin. topuq koruması var, görürsünüz bax. Bilək koruması. Bax bu görsən haradır? Bu düşür sənin ayağının o ən əsas sümüyünün üstünə. Bu koruması var, bu var, bu var. Bax titan da hamısı. Qardaş bax. Hər qəzada qoruyacaq səni, hər bir variant. Bu kask mənə hədiyyədir. Burada bu kask da Mən belə hədiyyədir. görəm bunların nə pul vermir. Versə ha. Hədiyyədən hədiyyə olarmı? Baxın budur. Budur. O boyda Harley-i adam bir bununla sürsə. Bəli. Başqa? Ya ondan ya da Ben bu. yoxdur, qurban olum. Yo, yo. Kontent çıxar. Elə şey mi olar? Qəşəng. Bu onda danışdıqlarımız elə belə boşunadır. Getmə. Yo, qətiyyən elə şey olmaz. Bu sırf Harley-ni sürmək üçündür. Trimetr ya da o qaqaş geyinir ha. Həmin qaqaş elçinə baxıb hərəkət eləyib. Nəsə söz O verir. kurtka həmin Harley-ni sürmək üçündür. Ha, Yəni bu- mən bunu geyinib Hayabusa sürmürəm. Hayabusa sürmək O üçün kurtkan- altdakı var. Qan üstünə bunu taxırsan, yoxsa o kurtkanın aceveni taxırsan? Fərq eləmir. O həmin anda mənim belə deyək də əhvalıma baxır. Əhvalıma. Ola bilər ki, bunu götürərəm. Biraz bəlkə soyuq olanda çənəsi Səncə daha bağlı. təhlükəli deyil sənəsə açıq kaskadan istifadə eləmək? Hardan baxsan təbii ki, bundan nisbətdə təhlükəlidir. Müəyyən Təhlükəli. qədər də adamda istərsəməz arxayınçılıq yaranır ki, hə, mən artıq sürə bilirəm və s. Amma bunu da mən şəhər daxilində mən durub əgər bu dəqiqə uzaq yola çıxsam, çənəsi açıq Bir də pul kaskadan qalmır, ya, çıxmaram. açıq kaskada pul qalmır. Ucuz pul qalmır, bağlısına. Harley ilə geyinəcəyim kurtka bəllidir, göstərdim. Kask, bu ikisi də sport kateqoriyadır. Bunun Harley-yə heç bir aidiyyəti yoxdur. Zaten əgər istərsən də bunu geyinəsən, görüntü olaraq o deyil. Çünki sportun oturuşuna bu hesablanıb. Harley-nin oturuşu isə o deyil. Ayaqqabı olaraq budur. Daha çox öz tərzinə uyğun, amma qorumalı ayaqqabı, biraz daha Gündəlik ayaqqabı kimi gəl yaxına, bax gündəlik ayaqqabı kimi görsənir bu. Amma bunun da burada topuq koruması var, bu var, bu pəncə koruması var. Yəni ayaqqabı qoruyuculudur. Bir də bunların sürtünməyə qarşı sertifikatları var. Asfalta nə qədər sürtürsən dözür də, yəni. Bir də bu ayaqdan çıxmır. Elə bir ayağı sarsan cipsin içinə. Ayaqdan çıxmır bu avariya qəza zaman. Əlcək taxmır. Qarlaya bir əlcək görmədim. Yox, əlcək burdadır. Əlcək gizlədir. Bu əlcək özəl əlcəkdir. Yox, burdadır Yəni əlcəklər. pasportun var. Doyam hər şey var. Göstər, əlcək göstər, qəşəng. Bu Mən da belə düşünürəm ki, Harley-də daha çox sadə, biraz daha belə biraz solidni. və rəngsiz. Hə, Ya- daha çox rənglər bura var. Bu görsən hər rəng sportdur, uzundur. Maksimum professionala yaxın şəkildədir ki, daha ciddi qorumalı, daha sərt dəri. Hə, daha Amma bunu kobuddur sürəndə bundan. ona ehtiyac yoxdur da, belə deyək. Aha. Bunun maksimum qalxa biləcəyi sürət, hətta görə bilməyəcəyi sürətdə sən sportda deyək ki, pavorota Bir girirsən. də sən yəni sportda döngəyə girirsən. elədikləri də bunda icazə vermir axı eləməyə. Bunu istehsal eləyən zavod deyir ki, qardaş, narahat olma, bundan sonra iş olmaz. Təmizlik aksesuarlarının var. Nədir onun adı göstər izləyicilərimiz baxsın. Maraqlıdırsa gətirilmişəm. Bu sırf kaskın içərisini tərləyirsən və s. uzun zaman o qubqa işlənir, eləyir. Bunu içərisinə vurursan, sürmədiyin vaxtda qalır. Tərtəmiz. Burada sizin reklamınız ola bilər. bu markanın rəsmisi pulumuz ancaq pula işləyir. Hamımız bilirik ki, soyuq, onu göstərsənsə, bu mən yağlamağa bundan istifadə edirəm. Daha yapışqanlıdır. C4 Düzdüyündə ola çox bilər yağlı. ki, kommentlərdə desinlər ki, bu tozlu şəraitdə tez toz yığır və s. O yığmalıdır da, çünki o trek üçündür. Hə, amma yüksək bu sürətlərdə. təmizləmək üçündür, sepi Chain təmizləmək clean. üçün. Fıskırdırsan sepə. Sep yağlama videomuz var. Mənə yorma. Ona girin bax. Bu nədir? Bu dəri geyimlərdir, dəri vasitələri nə varsa motosiklə uyğun qorumaq üçündür. Vaxtaşırı təmizləyirsən, qoruyub Bu saxlamaq. Motol Azərbaycanda Motobas
gətirir, yəni rəsmisidir. Bir korobka mənə hədiyyə elədilər bunlardan. Heç birini açmamışam da, biz necə işlətmirəm ki, qurtarmaz. Bir də verməyəm, bir dənə verim, işlətmirəm. Bu da ki, yəqin ki, vizoru təmizləmək üçün. Bəli, bu vizoru təmizləmək üçündür. Bu isə soyuq havalarda əgər pinlock yoxdursa, Tərləmə par varsa, parlanırsa vizor, mütləq qaydada bundan istifadə eləmək olar. Əslində pinlock yaxşıdır, amma yoxdursa bundan istifadə eləmək olar. belə də bir çantası var. Hə, bu da Bunun içində paraşüt var. Üçüdən gedəndə ki, gördünüz, nəsə düz getmir. Knopka hayabusa bassam, tullursan göyə, paraşüt atsan, süzülürsən yerə. Arkadaş, bu nə boyda çantadır? yox, bu sırf mənim üçündür. Bunun var M olanı, L olanı, Hə. XL-i. Ölçü ilə. Hə, balacası sənə balaca qalır, sürüşdə də o performansı vermir. Süper, əla, əla. Uşaqlar, baxın, bu videonu çəkməkdə məqsədimiz bizim sizə izah etmək istəmək. Sözüm təbii ki, yeni başlayanlara şamil olunur. Heç kim bu qədər şeyi belə bir həvəsə almır. Hər kəs öz sağlamlığı üçün görürük şəhərdə kaska yox və yaxud da çox ucuz qiymətə. Mən başa düşürəm. Hər kəsin büdcəsi eyni olmaya bilər, amma ən azından keyfiyyətli geyim seçməyiniz üçün əlinizdən gələni eləyin ki, yaxşı geyim istifadə edəsiniz. Çünki qəzalar zamanı keyfiyyətsiz geyimlər öz sözünü deyir. Yəni dəfələrlə olub ki, qəza olub, kask keyfiyyətsiz olub, kaskın özü qırılıb, girib adamın beyninə. Düşünə bilirsən, yəni keyfiyyətli hər şeyi seçin ki, uyğun büdcəli, mən video çəkmişəm, 1000 manat büdcə ilə getdik, 3 mağaza gəzdik, necə də lazımdır ala bilirik. O büdcəniz olmadan gedib motosikleti almayın. O büdcəni birinci verin geyimə, təlimə, ondan sonra alın. Məsləhətlərin nədir gənclərə, yeni başlayanlara? Kiməsə özünü sübut eləməyə, kiməsə özünü göstərməyə ehtiyac yoxdur. Əgər elə bir ehtiyacın varsa, bunun idmanınla məşğul ol. Ged onun idmançısı ol, ged onun qapalı yerdə bizim bacarığı ölkəni göstər, təmsil elə. Amma bunu yollarda mən belə, mən elə deməklə olmaz. Texnika ilə zarafat eləmək olmaz. Mən bilmirəm, həmişə ən yaxın da olsa, istənilən bu iki təkər üstündə olan adama mən yəni ərk eləyib deyirəm ki, hansı vaxt ki hiss elədin ki, sən texnikandan güclüsən, ya o texnikanı dəyiş, ya o texnikanı gücləndirməlisən. Yəni texnikadan həmişə sən qorxmalısan. Videonun sonuna yaxınlaşırıq artıq. Belə deyək də, başıma gələn bir gülməli mi olar, maraqlı mı olar, bir hadisə danış, izləyicilərimiz də qulaq asınlar. Danışım, amma bunun yeri bu paltarar deyil, ya keçək, düşünürəm, burada motosikleların yanında olsa yaxşıdır. Danış. Bu hadisədə iştirak edibmi? Yox, eləməyib. Festival oldu, bu yaxında motosikl sürənlər orada festivala bir 90% getmiş demək olar ki. Navranda festivalda axşam hamı bəllidir də, bu parti olur, yeyir, içir, əylənir. Səhər tezdəndən, səhər sübhdən xəbər aldıq ki, bütün Navran reyddir. Aha. Yəni Motosikl sürənlərə. Bəli, mümkün deyil ki. Elə o qədər adamı yığanmazsan. Mümkün deyil ki, səni yoxlamasınlar, testdən keçməyəsən. Bunun da bəlli bir saatı var da. Sən indi səhər çıxıb gəlməlisən Bakıya, indi 10-da gəlmirsən, yaxşı 12-də, 12-yə 2, 3, 4. Orada maraqlandıq. Dedilər belə reydlər olanda ən son çıxan motosikla qədər gözləyirlər. Vay vay. Baxdım ki, İçkili yoxlayırlar. Bəli. Baxdım ki, otelin bir çıxışı, o biri çıxışı, yəni piyada çıxdıq bir dənə hətta taksiyə oturduq digər otellərində. Navranın girişindən çıxışına blokadadadır, variant yoxdur. Ancaq dəniz yolu. Neyə bilərik? Orada bir nəfər biker vardı, indiyənə qədər yanındadır, klassik bike sürür. Onlar bizə köməklik elədilər. Biz bir dənə yük maşını, bildiyin o podyomniklə olan yük maşını tutduq. Əslində bu çox riskli idi. Uşaqlar da dedilər ki, yəni biz bunu ayaq üstə qala bilməyəcəyik də, çünki bu motosikli bağlamağa yer yoxdur. Sən onun üstündə, o da paduşkalı maşındır, yellənir. Aşmaq ehtimalın, nə bilim, %90'dır. Dedim ki, variant yoxdur da, biz buradan bir şəkildə çıxmalıyıq. 4 motosikl, 4 Doldurdu da alına. Doldurduq o maşının alına, qaldırdıq. Avqust ayı
Çöldə hardasa olar 34 dərəcə, tentin içində 620 dərəcə temperatur var. Oo. Dəhşətin bir Vakasa de istilik. Papel yaşamısınız da. Onu necə oradan çıxartdın? Yəni biz bütün paltarımızı soyunduq Maykada, tər suyuyub bizi aparır. Maşın da hər o yamaya düşdükcə, latoka düşdükcə ləngər vurur. Bir-birimizdən o onu itəlir, bu bunu itəlir. 2-2 yan-bayan qoymuşduq. Düz Xudata qədər, nə bilim, bilmirəm 26 kilometr idi, nə qədər idi. Gəldik orada baykları təzədən endirdik. Çıxdı. Qıraqdan ətrafdan bizə baxış var idi ki, bunlar nə edir görəsən? O Beş Kurtlar var Vadisində olur, arasında. tuneldən qabaq minirlər, sonra çıxırlar. Bilmək Vallahi. olmur. Belə Allah. O qədər maraqlı hadisələr. Sən sonra oturanda danışırsan, yadıma düşür. O vaxt belə bura var. Xəyalındakı aha. qabil qaraj təsəvvür elə, xəyalındakı qaraj. Aha. Orada 5 dənə mənə marka model adı de. Sənin pikin və xəyalının piki. 5 dənə o marka nədir? Nə alarsan? Olmazdı ki, bunu əvvəldən deyən belə bir sual verəcəm sənə. Burada heç də qurma deyil, hər şey spontandır. Qardaş, dənə. 5 dənə mənə marka deyən ki, qardaş, xəyalımdakı bax budur. Olmazsa olmaz Honda Goldwing. Honda Goldwing. Şəklin bu. Mütləq qaydada. Goldwing uzaq yollar üçün, sən düşün, mən də izah edirəm. Uzaq yollar üçün super bir texnikadır. Olmazsa olmaz minlik deyəcəyin sport son model istədiyin emosiyaları almaq istəyirsənsə sürdüyün bütün minliklərin içindən deyirəm R1. Super Sportda R1-də. Ducati'nin Panigale'ın axırıncı V4 var. Hansı ki Lamborghini ilə bir yerdə dizayn ediblər. Dizaynı dəyişilən, farası nazikləşən. Bəli, Mən heç bəyənmirəm bəli. onu. Bir dənə də şəhər içində sürməyə yüngül də, çox da belə aqressiv olmayan MT-10 olar da. Aqressiv olmayan Yamaha MT-10, aqressiv olmayan da, yəni. Və buradan mən də son söz deyirəm. Hər kəs bir mənalı şəkildə düşüncə ilə yanaşsın, geyim, keçin, videolarımıza baxın, maariflənin və iştirak eləyin, təlimlərə gəlin, geyimlər alın, motosiklet alın, qoşulun bizə. Günü-gündən artan bir ordumuz var, motosiklet sürənlər var. Mən sənə təşəkkür eləyirəm. Həqiqətən öz praktikasına, yəni burada mən danışmadım, Elçin danışdı, onun praktikası danışdı və gözəl məncə bir video alındı. Like atın, abunə olun, izləyin. Bundan sonraki maraqlı videolarımızda isə görüşənədək, növbəti videoda isə tam başqa bir konseptə keçirik. Elçin bəy, sənə təşəkkür edirəm. Siz sağ olun, dəvət eləmişsiniz. Həqiqətən sağ çox olun, qəşəng, var çox olun, gözəl. Təşəkkür edirəm. Əla. Bu da məncə qardaşım. Yəni deyirəm, reklamı. Qurbandır sən. Qurban da Aparanda da Abi bunları biz burada sata da bilərik oğlum. Yeniləmək istəmirsən bunları? Mən bayaqdan baxıram, real müştəri olsa. Yanmışlarsa bunu ora qoyub sata da bilərik. Doğrul olsaydı bu dəqiqə bunlar həll eləmişdi. Ha, deyirəm ki, İkinci əldən alır atdı. deyirəm ayaqqabı ayağım ilişdi yıxsa deyir inşallah yıxılmaz. Yəni geyimin Yəni, qarantiya yoxdur da. Ha, yıxılmadı. Bu boyda adam yıxılar.